Sualın birincisi, Allaha inanmamağımızda səbəb qəti dəlilin olmamasıdır. Bəzi insanlar Allahın varlığına kifayət qədər dəlil görmədikləri üçün Allaha inanmırlar. Bax, bununla bağlı nə deyə bilərik? Siz deyirsiniz ki, Allahın varlığı ilə bağlı qəti, konkret bir dəlil yoxdur. Bəli, razıyıq. Elmi tərəfdən ümumiyyətlə Allahın varlığını şuur tərəfdən, məntiq tərəfdən izah eləmək mümkün deyil. Bundan ötürü, məsələn, ruhanilik baxımından, şuuraltı prizmasından yanaşmaq daha məsləhətlidir. Və onu vurğulamaq istəyirik ki, yadda saxlayın. Ümumiyyətlə, elmdə Allahın yoxluğu ilə bağlı heç bir dəlil yoxdur. Yəni, burada artıq şanslar tarazlaşır. Necə ki, siz vurğulayırsınız ki, Allahın varlığı ilə bağlı dəlil yoxdur. Biz o zaman həmin iddianı sizin üzərinizə sürükləyirik və demək istəyirik ki, Allahın yoxluğu ilə bağlı dəlil nədir? Və burada bir neçə məsələyə toxunmaq istəyirəm. Birinci, elmlə dinin əslində üst-üstə düşən məqamlar var. Bu məqamlar nədir? Fikir verin. Allah Teala Quran-ı Kərimdə və ümumiyyətlə səmavi kitabların heç birində demir ki, biz dünyanı yaratdıq. Deyilir ki, Allah Teala ol dedi və dünya yarandı. Burada söhbət ondan gedir ki, deməli, yaradan var, yaranış var. Yaradanla yaranış arasında bir proses gedib. Ol sözü nəyə işarə ola bilər? Və bir anlıq elmə müraciət etdikdə biz görürük ki, elmdə belə bir məsələ var. Demək, kainat böyük partlayışdan yaranıb, böyük partlayışa səbəb olan bir materiya var, hansı ki singulyarlıq halında olub və o partlayış nəticəsində dünya yaranıb. Yenə də nədən söhbət gedir? Yaradan bir substansiya var, yaranış var və ortasında bir proses gedir. Həmin proses böyük partlayış adlana bilər, kiçik partlayış adlana bilər məcazi mənada və s. və s. Amma mütləqdir və bir aksiomadır ki, yaradan, yaranış və ortada bir proses. Gördüyünüz kimi elmlə əslində dinin arasında burada heç bir fikir ayrılığı yoxdur. Və yaxud digər bir məsələ var. Bu məsələdə dünyanın yaranışı ilə bağlı olan məsələdə ateistlərin ən çox irəli sürdüyü tezislərin biri odur ki, necə olur ki, Allah əbədidir və ümumiyyətlə deyirlər ki, belə bir sual verirlər. Allahı yaradan o zaman kimdir? Bu sualın kökündə bilirsiniz nə dayanır? Yəni heç nədən, ateistlərin dediyinə görə, heç nədən heç nə, nəsə, üzr istəyirəm, yarana bilməz. Yəni, nəyinsə yaranışına nəsə bir səbəb olmalıdır. Heç bir materiya, heç bir substansiya, heç bir enerji durduğu yerdən yarana bilməz. Və əslində dünyada bəzi ateistlərin fikrincə əbədi deyilən bir anlam yoxdur. Amma yenə də kvant fizikasına dönüş edirik və yenə də singulyarlıq anlamına toxunduqda biz görürük ki, kvant fizikləri deyirlər ki, singulyarlıq halına gətirilən o materiya, hansı ki, böyük partlayışa səbəb olub, onun əsas kriteriyası odur ki, o böyük partlayışdan öncə mövcud olub və böyük partlayışdan sonra kainat sürətlə genişlənməyə doğru gedir, seyrəlməyə doğru gedir və kainat o genişlənmənin, seyrəlməyinin pik həddinə çatdıqda artıq mövcud olmayacaq, amma həmin o materiya, singulyarlıq halına gətirilən o materiya ki var, böyük partlayışa səbəb olub, yenə də mövcud olacaq. Demək, böyük partlayışdan öncə mövcud olub və kainat dağıldıqdan sonra yenə mövcud olacaq. Bu, əbədiyyət anlamına bizi gətirib çıxartmırmı? Və o zaman ateistlərə belə bir sual ünvanlayıram. Sualınıza bir sual. Əgər singulyarlıq əbədi ola bilirsə, Allah əbədi ola bilmir. Və yaxud, bəzən belə bir sual ünvanlayırlar, Allah yaradandır, bəs o zaman Allahı kim yaradıb? Yenə də bu sualın kökündə nə dayanır? Heç nədən nəsə yarana bilməz. Amma yenə də kvant fizika alimlərinin dediklərinə, fizika ənənəvi fizika alimlərinin dediklərinə dönüş etdikdə görürük ki, yenə də singulyarlıq anlamı əbədi olubsa, kainatdan öncə, böyük partlayışdan öncə mövcud olubsa, deməli, bu singulyarlıq materiyası heç kim və heç nə tərəfindən yaradılmayıb. O zaman ortaya yenə sual çıxır. Materiya elmin aksiomasına görə əbədi olduğu halda və heç kim tərəfindən yaradılmadığı halda mövcud olursa, Allah əbədi ola bilmir. Yəni artıq sizin özünüzün səsləndirdiyi tezislər artıq bir
tupikə, bir dalına gəlib dirənir. Dinlə elmin ümumiyyətlə üst-üstə düşdüyü məqamlar çoxdur. Əsas məqamlardan biri, deməli, bu dünya var, axirət var. Və axirətlə bu dünya arasında bir keçid var, bir pərdə var, bir örtük var. Məsələn, Qurani Kərimdə buna bərzaq deyilir. Bəzi digər səmavi kitablarda, İncildə, Tövratda buna kisçilişi deyilir. Hətta bir çox qeyri-səmavi dinlərdə, yəni batıl dinlərdə belə biz görürük ki, bu dünyadan o biri dünyaya bir keçid var. Bəzi dinlərdə bu körpü kimi göstərilir. Hətta bəzi dinlərdə, məsələn, Yunan mifologiyasında və s. bir çay var, hansı ki, axirətlə bu dünyanı bölür. İndi gəlin görək elm ümumiyyətlə bu barədə nə deyir? Məsələn, Einstein, Katutsa, Robert Klein kimi dünya şöhrətli alimlər ölçülərlə bağlı iddialar irəli sürürlər və bu iddialar nə ilə bağlıdır? Deməli, biz üç ölçülü kainatda yaşayırıq. Harda ki, yalnız en var, hündürlük və dərinlik var. Amma bunlara rağmen dördüncü bir ölçü var. O da zaman və məkan ölçüsüdür. Hansı ki, bizim kainatımızda mövcud deyil. Məsələn, bizim kainatda əslində zaman və məkan anlamı mövcud deyil. Çünki o anlamlar yalnız bizim yer kürəsinə aiddir. Amma unutmayaq ki, kainatda milyardlarla qalaktikalar var, günəş sistemləri var, planetlər var və hər bir planetdə zaman və məkan anlamı ümumiyyətlə özünə məxsus şəkildə hərəkət edir. Misal üçün, əgər bizdə bir il 365 gündən ibarətsə, bir il nədir? Yer kürəsinin günəş ətrafında bir dəfə təvaf etməsidir. O zaman Plutonda bir il bizim 249 ilimizə bərabərdir. Marsda bu göstərici tamamilə fərqlidir. Venerada tamamilə fərqlidir. Ulduzun partlayışının nəticəsində yaranan qara dəliyin içində ümumiyyətlə zaman və məkan sıfıra bərabərdir. Amma 4 ölçülü məkanlar var. Hansılar ki, Einstein'ın, Katutsa'nın və Robert Klein'in dediklərinə görə həmin o məkanlarda, o ölçülərdə 4-cü ölçüdə mövcuddur. Deməli, orada en, hündürlük, uzunluq da var. Eyni zamanda zaman və məkan ölçüsü də orada mövcuddur. Və yenə də bu alimlərin dediklərinə görə 5 ölçülü məkanlar da var. Harda ki, bütün bu sadaladıqlarımız da mövcuddur. Eyni zamanlarda o məkanlar ümumiyyətlə ənənəvi fizika qanunlarına heç cür tabe olmur. Qurani Kərimə nəzər salsaq, eyni iddianı, eyni müddanı biz Qurani Kərimdə görürük. Bu dünya var, bərzaq var və axirət var. Və axirətin kriteriyalarını araşdırdıqda, Allahın kriteriyalarını araşdırdıqda, Allahın laməkan olduğu ondan xəbər verir ki, Allahın dərgahı artıq məkanın sıfıra bərabər olan bir yeri bizim beynimizə gətirib çıxardır və əksinə Allahın əbədi olması isə ona gətirib çıxardır ki, həmin dərgahda zaman anlamı sıfıra bərabərdir. Və eyni zamanda digər kriteriyaları araşdırdıqda biz görürük ki, axirət dediyimiz məqam ki var və eynən də Robert Klein'in, Katutsa'nın və Einstein'in dediyi 5 ölçülü məkanlar anlayışı burada artıq məntiq baxımından üst-üstə düşür və fizika qanunlarına ümumiyyətlə tabe olmayan məkanlardan söhbət gedir. Yəni, siz hal-hazırda deyirsiniz ki, qəti dəlillərin olmaması bizi Allahın yoxluğu məntiqinə gətirib çıxardır. Biz isə sizə deyirik ki, axı Allahın yoxluğu ilə bağlı heç bir konkret dəlil də yoxdur və elmlə dinin üst-üstə düşən məqamlarını bir sadalayası olsaq, indi mən sizə 3-4 məqam haqqında danışdım, amma bu siyahını artıra bilərik. Yüzlərlə elə məqamı sizin nəzərinizə çatdıra bildikdə biz görürük ki, əslində burada dinlə elm arasında heç bir təzad sadəcə olaraq yoxdur.